Ben isterdim ki bir neçə kəlmə də Azərbaycan elmi üçün, Azərbaycan tarixi üçün Bakı Dövlət Universitetinin professoru, arxeologiya, etnografiya kafedrasının qurucusu, təşkilatçısı və uzun müddət 1976-cı ildən 93-cü ilə qədər bu kafedranın müdiri olmuş Məhəmmədəli Hüseynovun Qarabağda Azıq və Tağlar düşərgələrində apardığı arxeoloji tədqiqatları haqqında bir neçə kəlmə deyim. Əgər Məhəmmədəli Hüseynovun tədqiqatlarına qədər Azərbaycanın qədim tarixinin yaşı 5000 illə ölçülürdüsə, 6000 illə ölçülürdüsə, bu tarixi İshaq Cəfərzadə bir qədər qədimləşdirib Qobustan abidələri əsasında mezolit dövrünə, eradan əvvəl 8-ci minilliyə, 9-cu minilliyə, 10-cu minilliyə qədər apara bildisə, Məhəmmədəli Hüseynov Azərbaycan tarixini 2 milyonluq qədim köklərə malik olduğunu sübut elədi. 2 milyon il. Bəli. Məhz Azıq mağarasında aparılan tədqiqatlar Məhəmmədəli Hüseynova imkan verdi ki, Quruçay mədəniyyətini kəşf etsin. Bu, dünyada ən qədim mədəniyyət olan Olduvan mədəniyyəti ilə səsləşirdi. O zaman SSR-də ikinci belə bir abidə yox idi. Və həmin tapıntılar, arxeoloji kəşflər Qafqazın insanın yarandığı, ilk məskunlaşdığı məkanlardan biri olduğunu sübut elədi. Və bəlli oldu ki, bu abidə dünyada unikal bir abidədir. Çünki dünyada ikinci elə bir abidə yoxdur ki, qədim insanın 3 növünün yaşadığını sübut eləsin. Yəni, bu antropologlar bunu daha yaxşı bilirlər. Çünki bəşəriyyətin formalaşmasında 3 nəsil, insan nəsli, cinsi, belə deyək, xüsusi rol oynayıb. Bu, Homo erectuslardır, Neandertaldır, müasir fiziki tipli insandır. Və Azıq mağarasının ən alt qatları, yəni ilk məskunlaşma devrindən başlamış da sonraki mərhələlər Musiye dövrünə, yəni orta paleolitə qədər mövcudda ardıcıl izləmək olur. Və birinci Homo erectusun yaşadığı dövr, hansı ki başlayır 2 milyon ildən əvvəldən, da Azıqa görə 850 min ilə qədər ki, dövrdə. Bax, bu Homo erectusun fəaliyyəti nəticəsində 4,5 metrlik mədəni təbəqə yaranmışdı. Yəni, insanın fəaliyyəti nəticəsində yaranan təbəqə. İkinci Aşel dövrüdür. Bu, arxeoloji terminlərdir. Növbəti mərhələdir. Bu mərhələdə deməli 6-5-ci təbəqələr formalaşır. Həmin təbəqələrdən də 5-ci təbəqədən rəhmətli Məhəmmədəli müəllim Azıxantropun çənə sümüyünü tapdı. Sübut elədi ki, 350 min bundan öncə yaşayan insana məxsusdur. Bu, elmdə Azıxantrop adı ilə məlumdur. Bu, yəni Neandertal tipli insanlara keçid mərhələsidir. Neandertallar 150 min
il bundan əvvəldən ta 40 min il, bundan 35 min il bundan əvvələ qədər yaşayıbdı. Və nəhayət müasir fiziki tipli insanlar. Bax, beləliklə biz görürük ki, daş dövrünün bütün mərhələlərində bu mağarada insan yaşayır. Və o zaman bu hadisə təkcə Azərbaycan üçün əhəmiyyətli deyildi, dünya üçün əhəmiyyətli idi, dünya elmi üçün əhəmiyyətli idi. Və eyni zamanda həmin o 70-ci il tapıntıları bütün SSRİ-də arxeologiyanın, daş dövrü arxeologiyasının, paleolitin qədim mərhələsinin öyrənməsinə bir növ təkan vermiş oldu. Bütün dövrlər Azərbaycanda, bəşəriyyətin keçdiyi bütün dövrlər parlaq abidələrlə təmsil olunur.